Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası Kitabxana Fondu bölməsinin təqdimatında Maqsud İbrahimbəyovun 90 illik yubileyinə həsr olunmuş Maqsud İbrahimbəyovun Ədəbi İrsinə Virtual Baxış adlı kitab sərgisi. Maqsud İbrahimbəyovun 90 illiyi qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələri nəzərə alaraq Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd olunması haqqında 13 fevral 2025-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən 2025-ci ilin may ayı ərzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, kinodramaturq, tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilməsi nəzərdə tutulur. Maqsud İbrahimbəyovun yaradıcılığına bir dəfə müraciət edən şəxs sonralar onun əsərinə dönə-dönə qayıdır və bu əsərlərdə özü üçün hər dəfə nə isə yeni bir şey tapır. İbrahimbəyov rus dilində yazıb. Bununla belə o əsl xalq yazıçısı olub və belə olaraq da qalır. Çünki onun hər bir əsəri ana torpağa, doğma köklərə məhəbbətdən yoğrulub. Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının birinci vitse-prezidenti. Tanınmış Azərbaycan yazıçısı, kinodramaturqu və rejissoru Maqsud Məmməd İbrahimoğlu İbrahimbəyov 11 may 1935-ci ildə Bakıda anadan olub. Ədəbi yaradıcılığa 1960-cı illərdə başlayan yazıçının əsərləri 36 dilə tərcümə olunaraq dünyanın bir çox ölkələrində nəşr edilib. Çox saylı pyesləri xaricdə səhnəyə qoyulub və bir sıra əsərləri ekranlaşdırılıb. Maqsud İbrahimbəyov təkcə yazıcı kimi deyil, həm də ictimai siyasi xadim kimi tanınıb. O, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Pen Klubunun prezidenti və Azərbaycan-Rusiya Cəmiyyətinin prezidenti olub. 1985-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərib. Ədəbiyyata və incəsənətə verdiyi töhfələrə görə Maqsud İbrahimbəyov şöhrət və istiqlal ordeni ilə təltif edilib. Görkəmli xalq yazıçısı 22 mart 2016-cı ildə Bakıda vəfat edib. Maqsud İbrahimbəyovun qələmindən zamanın səsi. Azərbaycan kinosunun tarixində özünə məxsus dəstixətti ilə seçilən Maqsud İbrahimbəyovun yazdığı hekayələr obrazlı və sadə ifadə tərzi, gündəlik məişət qayğılarının səmimi və realist təsviri ilə seçilir. Yaşandığı dövrün Sovet quruluşu, siyasi və ictimai vəziyyəti fonunda ifadə tərzinin olduqca cəsarətli olması ilə seçilən bu hekayələr əslində Sovet məişətinin çətinlikləri və Sovet insanının həyat tərzi barəsində dolğun təsəvvür yaradır. İkinci Dünya müharibəsi zamanı arxa cəbhədə ən böyük rola malik olan Neft Bakısında insanların yaşadığı çətinliklər ilk baxışda uşaq sayağı görünür. Lakin acı həqiqət dili ilə təsvir olunur. Məhz buna görə oxucu bu hekayələri dönə-dönə oxumaq istəyir və hər dəfə yeni bir detalı kəşf edir. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi 2018-ci ildə Heydər Əliyev Fondu və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə İçəri şəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradılıb. Mərkəzin təşəbbüskarı və rəhbəri yazıçının həyat yoldaşı Anna İbrahimbəyovadır. Mərkəz 1914-cü ildə yazıçının babası, neft sənayeçisi Ələkbər Məşədibəyov üçün məşhur memar Zivər bəy Əhmədbəyov tərəfindən inşa edilmiş tarixi binada yerləşir. Mərkəzin əsas məqsədi Maqsud İbrahimbəyovun yaradıcılıq irsini qorumaq və təbliğ etmək, həmçinin ədəbiyyat, teatr və kino sayəsində gənc istedadlara dəstək olmaqdır. Burada ədəbi gecələr, sərgilər, tamaşalar, ustad dərsləri və film nümayişləri təşkil olunur. Maqsud İbrahimbəyov rus dilində yazsa da, o milli ruhu dərin olan bir yazıcı kimi tanınır. Mərkəzin fəaliyyəti nəticəsində onun əsərləri yenidən nəşr edilib
Həmçinin Azərbaycan, ingilis, alman və digər dillərə tərcümə olunaraq geniş oxucu auditoriyasına təqdim edilib. Bu yeni nəşrlər o cümlədən Azərbaycan və ingilis dillərinə tərcümə olunmuş yazıçının dəyərli kitabları Maqsud İbrahimbəyev Yaradıcılıq Mərkəzi tərəfindən Prezident Kitabxanasına hədiyyə olunmuşdur. Böyük yazıçının əsərləri Prezident Kitabxanasında. Prezident Kitabxanasının fondlarında Maqsud İbrahimbəyevin əsərləri Azərbaycan, rus, ingilis dillərində qorunub saxlanılır və oxucuların istifadəsinə təqdim olunur. Görkəmli yazıçının yaradıcılığı ədəbiyyat-sevərlər üçün dəyərli bir xəzinədir. Maqsud İbrahimbəyevin 90 illik yubiley tədbirləri çərçivəsində təşkil olunmuş bu virtual sərgidə onun seçilmiş əsərləri təqdim olunur. Təqdim olunan sərginin məqsədi oxucuları yazıçının əsərlərinin məzmunu və əsas ideyaları ilə yaxından tanış etməkdir. Eyni zamanda yazıçının əsərləri əsasında çəkilmiş filmlərdən seçilmiş kadrlar da sərgidə nümayiş etdirilir. Ümid edirik ki, bu sərgi oxucuları Maqsud İbrahimbəyevin zəngin bədii irsinə daha da yaxınlaşdıracaq. Maqsud İbrahimbəyev Uşaqlığın son gecəsi. Bu kitabda məşhur yazıcı və kino rejissor Maqsud İbrahimbəyevin yeniyetmələr və gənclər üçün yazdığı hekayələr toplanıb. Hekayələrdə 2-ci Dünya müharibəsi dövründə arxa cəbhədə insanların həyatı, Abşeron bağlarında keçən qayğısız yay günləri və Sovet dövrünün həyat tərzi təsvir olunur. Müəllif böyümək, həyatda ilk mənəvi dərsləri almaq və insanın öz yolunu tapması kimi mövzulara toxunur. Qəhrəmanların qarşılaşdığı çətinliklər, onların duyğuları və düşüncələri oxucunu dərindən düşündürür. Kitabda Abşeronun isti yay havası, duzlu dəniz küləyi və sahilə çırpınan dalğalar fonunda yaşanan hadisələr canlandırılır. Kitabxanamızda bu kitab Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Как и во многих других своих произведениях, в повести «Последняя ночь детства» Мaqsud Ибрагимбеков также затрагивает тему взросления и первые уроки морали, которые преподносит подросткам жизнь. Метафорический путь через кладбище, преодолеть который сложно, но нужно, становится для главного героя рассказа дорога к своему «я», к первому осознанию того, что хорошо, а что плохо, каким должен быть человек, чтобы иметь право называться человеком. В этом рассказе царит та самая неповторимая атмосфера абшеронского лета, которую с таким мастерством умел передавать Мaqsud Ибрагимбеков. Солнечный жар и соленый ветер, плеск волн, разбивающихся о прибрежные скалы, аромат свежего хлеба из пекарни и взрослые драмы, невольным участником которых становится мальчишка, от лица которого и ведется повествование. В нашей библиотеке книга представлена на азербайджанском, русском и английском языках. Maqsud İbrahimbəyev, Biraz Bahar Bayramı. Biraz Bahar Bayramı. Bu hekayə baharın Bakıya yalnız isti hava ilə deyil, həm də həyatı daha mənalı edən, kiçik sevinclərlə gəldiyini izah edən səmimi bir əsərdir. Yaşlı qəhrəman üçün sevinc, nübar edilən tərəvəzlərin dadından, bazarda şən və qızğın sövdələşmələrdən, idarə müdirinə edilən zarafatlarda gizlənir. Lakin ən vacib olan özünü hələ də lazımlı hiss etməkdir. Hətta bu hiss yalnız bir həftəlik olsa belə. Məktəblilərə şəhər bayramı üçün hazırlıqda kömək etmək ona mənəvi güc verir. İbrahimbəyev qocalıqdan bəhs edərkən həm kədər, həm də sevincin yer tapdığı dərin və səmimi bir hekayə yaradır. Kitabın səhifələrində Bakı ləhcəsinin rəngarəng çalarları canlanır. Bu ləhcənin içində isə şəhərin ruhu duyulur. Biraz Bahar Bayramı, gündəlik baş verən adi hadisələrin insanın həqiqətən də xoşbəxt etdiyini göstərən bir hekayədir. Немного весеннего праздника
Это теплый рассказ о том, как весна в Баку приносит не только первые теплые дни, но и маленькие радостные моменты, придающие жизни особый смысл. Для пожилого героя счастье находится в ароматных первых огурцах, живом торге на базаре и удачных шутках над управдомом. Но самое главное для него – ощущение, что он все еще нужен, даже если всего на неделю, когда помогает школьникам готовиться к городскому празднику. Максут Ибрагимбеков рассказывает о старости, где, несмотря на неизбежные утраты, находится место как тихой грусти, так и искреннему счастью. На страницах книги оживает колоритный бакинский говор, через который слышится душа города, а простые человеческие радости становятся настоящим счастьем. Maksud İbrahimbəyev Ondan yaxşı qardaş yox idi. Ondan yaxşı qardaş yox idi povesti Maksud İbrahimбəyevin ən parlaq əsərlərindən biridir. Bu əsərdə həm səmimi və fədakar qardaş sevgisi, həm qadağan olunmuş ehtiras, həm də insanın ən dərin və gizli arzuları öz əksini tapır. Burada həmçinin köhnə Bakının özünə məxsus ruhu və atmosferi hiss olunur. Povest ailə dəyərləri, bağışlamaq və ənənələrin gücü kimi mövzulara toxunaraq insanlara sevdiklərinin qədrini vaxtında bilməyin və onları itirmədən öncə dəyərləndirməyin vacibliyini xatırladır. Kitabxanamızda bu kitab Azərbaycan və Rus dillərində təqdim olunur. Повесть «И не было лучше брата» – одно из знаковых произведений Максуда Ибрагимбекова. В этом произведении нашлось место и бескорыстной братской любви, и запретной страсти, и самым потаенным человеческим желаниям, и старому Баку с его неповторимой атмосферой. Повесть затрагивает темы семейных ценностей, прощения и силы традиций, напоминая, как важно понимать и беречь близких, пока не стало слишком поздно. В нашей библиотеке книга представлена на азербайджанском и русском языках. Maksud İbrahimbəyev Bayquş gəlmişdi. Bu əsər insanın böyümə yolu, qorxuları, ön yarğıları və taleyləri haqqında incə və dərin bir hekayədir. Uşağın gözü ilə təqdim olunan hadisələr insanların mürəkkəb münasibətlərini, arzularını, məyusluqlarını və ümidlərini açıb göstərir. Bayquş gəlmişdi. Bəzən insanın içindəki ən nigaran hisslərin onu gözlənilməz həyat döngələrinə aparmasından bəhs edən bir kitabdır. Повесть Максуда Ибрагимбекова «Прилетала сова» – это тонкое и проникновенное повествование о взрослении, страхах, предрассудках и людских судьбах. Через взгляд ребенка раскрываются сложные отношения между людьми, их мечты, разочарования и надежды. Это произведение – книга о том, как порой самые тревожные предчувствия ведут к новым жизненным поворотам. Maksud İbrahimbəyev gözəl günlərin birində. Maksud İbrahimбəyevin 70-ci illərdən bəri yazdığı əsərlər bu gün də öz aktuallığını və bədii dəyərini qoruyur. Bu toplulara onun yazdığı ən yaxşı hekayələr daxil edilib. Gözəl günlərin birində Truskavetsə kim gedəcək, bütün yaxşılıqlara ölüm və digərləri. Əsərlərdə parlaq obrazlar, xüsusi şərq koloriti, ifadəli dil və dərin mənalar yer alır. Qəhrəmanlar gündəlik həyat çətinlikləri ilə üzləşsələr də, daim əbədi suallarla qarşı-qarşıya qalırlar. Maraqlı süjet və gözlənilməz sonluqlar oxucunu zaman-zaman insan və dəyərlər haqqında düşünməyə vadar edir. Kitabxanamızda bu kitab Azərbaycan və Rus dillərində təqdim olunur. Произведения Максуда Ибрагимбекова, созданные начиная с 70-х годов прошлого века, до сих пор сохраняют свою актуальность и художественную ценность. В эти сборники вошли его лучшие рассказы и повести. «В один прекрасный день», «Кто поедет в Трусковец», «За все хорошее смерть» и другие. В этих историях яркие персонажи, особый восточный колорит, выразительный язык и глубокий смысл. Герои сталкиваются с повседневными трудностями,
но всегда стоят перед вечными вопросами жизни. Захватывающая интрига и неожиданные финалы заставляют задуматься о времени, человеке и человеческих ценностях. Maksud İbrahimbəyev Qoy o bizimlə qalsın. Maksud İbrahimбəyevin Qoy o bizimlə qalsın povesti ata və oğul münasibətlərindən bəhs edən təsirli və düşündürücü bir hekayədir. Anasını itirdikdən sonra 11 yaşlı Dima nənəsi ilə yaşayır. Atası isə ciddi və soyuq bir polis polkovnikidir. Bütün vaxtını isə işə ayırır. Dima atasının sevgisini və diqqətini hiss etmir. Özünü tənha hiss edir. Hadisələr Dima'nın sirkdən qaçmış bir şiri evə gətirməsi ilə dəyişir. Bu gözlənilməz hadisə ata ilə oğlun münasibətlərində dönüş nöqtəsi olur. Atası şiri vurmaq istəsə də, Dima onu qorumağa çalışır. Məhz bu an ata oğlunun cəsarətini və məsuliyyətini görüb onu daha yaxşı anlamağa başlayır. Qoy o bizimlə qalsın, yaxın insanların bir-birini yenidən kəşf etməsindən, anlayış və sevginin necə yenidən doğula biləcəyindən bəhs edən həyəcanlı və səmimi bir povestdir. Kitabxanamızda bu kitab Azərbaycan, Rus, İngilis dillərində təqdim olunur. Повесть Максуда Ибрагимбекова «Пусть он останется с нами» – это трогательная история о том, как сложно, но важно находить путь друг к другу. После смерти матери 11-летний Дима живет с бабушкой, а отец, строгий полковник, все время проводит на работе и отдаляется от сына. Все меняется, когда Дима приводит домой сбежавшего из цирка льва. Отец хочет застрелить хищника, но мальчик встает на его защиту. Этот смелый поступок помогает отцу по-новому взглянуть на сына, понять его и сблизиться с ним. Повесть рассказывает о том, как одно событие может вернуть любовь, доверие и тепло в семью. В нашей библиотеке книга представлена на азербайджанском, русском и английском языках. Maksud İbrahimbəyev boşanma üçün bir neçə səbəb. Boşanma üçün bir neçə səbəb o dövrün Azərbaycan gənclərinin həyatından bəhs edən povestlər toplusudur. Bu povestlərdə insanlar özlərini dərk etməyə, başqalarını anlamağa və həyatın çətin anlarında düzgün seçim etməyə çalışırlar. Əsərlərin qəhrəmanları daxili sınaqlardan keçir, çətin qərarlar verir, sevgi, səmimiyyət və dürüstlük axtarırlar. Hadisələr keçmişdə baş versə də, müəllifin toxunduğu mövzular bu gün də aktuallığını itirmir. Maksud İbrahimbəyev bu hekayələri oxucuya səmimi, incə yumor və insan qəlbinin dərin anlayışı ilə çatdırır. Bu kitab həyat hissləri və hər zaman insanları düşündürən suallar haqqındadır. Несколько причин для развода – сборник повестей о жизни азербайджанской молодежи. Это история о людях, которые пытаются разобраться в себе, понять других и сделать правильный выбор в непростых жизненных ситуациях. Герои книги переживают внутренние конфликты, сталкиваются с трудными решениями, ищут любовь, честность и искренность. Хотя события происходят в прошлом, темы, которые поднимает автор, остаются важными и сегодня. С теплотой, иронией и глубоким пониманием человеческой души Ибрагимбеков рассказывает о вещах, близким каждому из нас. Это книга о жизни, чувствах и вечных вопросах, которые не теряют своей значимости в любые эпохи. Maksud İbrahimbəyev Truskavetsə kim gedəcək? Bu kitaba daxil olan 3 povestdə müəllif sadə həyat hadisələri vasitəsilə insan xarakterlərini, onların daxili dünyalarını və üzləşdikləri həyat hadisələri qarşısında mənəvi seçimlərini çox ustadlıqla təsvir edir. Müəllifin incə ironiya və müşahidə qabiliyyəti hər bir hekayəni oxucunun qəlbinə yaxınlaşdırır. Kitabla eyni adlı povestdə baş qəhrəman poliklinikada təsadüfən tanış olduğu qadınla münasibət qurur. Amma bu əlaqəyə ciddi yanaşmır. Lakin qadın Truskavetsə istirahətə gedəndə qəhrəman anlayır ki, bu görüş onun həyatı üçün çox önəmlidir.
O, həyatının sevgisini itirməmək və sevdiyi qadını vağzalda qarşılamaq üçün təyyarəyə minib Truskavetsə gedir. İbrahimbəyovun nəsri gözlənilməz döngələrlə və insanların səmimi münasibətləri ilə dolu və bu gün də öz aktuallığını itirməyən sadə hekayələrdir. Kitabxanamızda bu kitab rus və ingilis dillərində təqdim olunur. В сборник под общим названием «Кто поедет в Трусковец» вошли 3 повести Максуда Ибрагимбекова, наполненные живыми характерами, тонкой иронией и глубоким пониманием человеческой природы. Герои сталкиваются с повседневными заботами, но каждый из них оказывается перед важным внутренним выбором. В одноименной повести герой в поликлинике знакомится с женщиной и заводит мимолетный роман, не придавая ему значения. Но когда женщина уезжает на отдых в Трусковец, он неожиданно понимает, что эта встреча главная в его жизни. И он срочно вылетает туда самолетом, чтобы встретить любимую на вокзале и не упустить любовь. Проза Ибрагимбекова – это простые истории с неожиданными поворотами и теплой человечностью, которые остаются актуальными и сегодня. В нашей библиотеке книга представлена на русском и английском языках. Maksud İbrahimbəyov axırı yaxşı qurtaran əhvalat və ya Gərgədan buynuzu. Maksud İbrahimbəyovun Axırı yaxşı qurtaran əhvalat adlı hekayəsi ironiyalı və əyləncəli bir macəradır. Əsərin baş qəhrəmanı Rauf qaynatasının bəhs etdiyi qədim bir gənclik eliksirinə inanaraq onu özü üçün hazırlamağa qərar verir. Lakin eliksirin tərkibindəki nadir maddələri, məsələn, gərgədan buynuzunu tapmaq üçün Rauf bir-birindən qəribə və gülməli hadisələrlə qarşılaşır. O gecəni qəbristanlıqda keçirir, zooparka gizli girişlər edir və hətta ziyanverici kivi quşu ilə rastlaşır. İbrahimbəyova xas yumor, yüngül absurd və macəra elementləri bu hekayəni oxucu üçün maraqlı və dinamik bir oxu təcrübəsinə çevirir. Nəticədə isə bütün çətinliklərə baxmayaraq hər şey xoş sonluq ilə bitir. История с благополучным концом Максуда Ибрагимбекова – это ироничный и забавный рассказ о главном герое Рауфе, который решает испытать на себе древний эликсир молодости, вдохновившись рассказом тестя. Пытаясь добыть редкие ингредиенты, включая рог носорога, он попадает в череду комичных и неожиданных ситуаций. Ночные погони по кладбищу, тайные вылазки в зоопарк и столкновение с зловредной птицей киви. Смешение авантюры и легкого абсурда, характерного для стиля Ибрагимбекова, превращает эту историю в увлекательное приключение с неожиданными поворотами. В конечном итоге, несмотря на все перипетии, результат оказывается благополучным. Maksud İbrahimbəyov müdrik sfinks gülümsəyir. Bu pyesin hadisələri 20-ci əsrin əvvəllərində neft bumu dövründə Bakıda baş verir. Həmin dövrdə Bakı dünya üzrə ən böyük neft istehsal mərkəzlərindən birinə çevrilmiş və Şərq Parisi adı ilə tanınmağa başlamışdı. Bu zənginlik və inqilabi dəyişikliklər fonunda müxtəlif təbəqələrdə olan insanların taleyləri kəsişir. Əsərin baş qəhrəmanı, zəngin neft sənayesi sahibinin oğlu Seymur Mehmandarov Sankt-Peterburqda təhsilini bitirib Bakıya qayıdır. O, inqilabi ideyalarla doludur və yaxşı bir gələcəyə ümid edir. Seymur varyete müğənnisi Marion Dubarry'ə aşiqdir və yeni bir həyat qurmağı xəyal edir. Lakin 1917-ci il hadisələri onun xəyal etdiyi dünyanı dağıdır və o, sərt reallıqla qarşılaşır. Bu hekayə tarixin böyük dəyişikliklər yaşandığı bir dövründə sevgi, ümid və məyusluq haqqındadır. Действие пьесы «Нефтяной бум улыбается всем» разворачивается в начале XX века, во времена нефтяного бума в Баку, когда город стал одним из мировых центров нефтедобычи и получил название «Восточный Париж». На фоне богатства, роскоши и революционных перемен переплетаются судьбы людей из разных слоев общества. Главный герой Сеймур Мехмандаров, сын богатого нефтепромышленника, возвращается из Санкт-Петербурга, наполненный революционными идеями и верой в лучшее будущее. Он влюблен в певицу варьете Марион Дюбарри и мечтает о новой жизни.
Но после событий 1917 года его мечты сталкиваются с суровой реальностью. Это история о любви, надежде и разочаровании на переломном этапе истории. Maqsud İbrahimbəyov Böyük şəhərin nağılları. Böyük şəhərin nağılları adlı topluya yazıcının şəhər ədəbiyyatına xas olan və özündə bu atmosferi oxucuya çatdıran povestləri daxil edilib. Kitabda müəllifin 4 əsəri Bütün yaxşılıqlara ölüm, Bayquş gəlmişdi, Gərgədan buynuzu və ondan yaxşı qardaş yox idi Azərbaycan dilində təqdim olunur. Bu povestlər dərin insani hisslərlə doludur. Sadə insanların taleyini, onların daxili mübarizələrini və ədalət axtarışlarını açıb göstərir. Kitabın bir özəlliyi də ondadır ki, mətnlər Azərbaycan dilində Sovet dövründə istifadə olunan Kiril qrafikası ilə yazılıb. В этот сборник под названиями «Сказки большого города» вошли повести писателя, объединенные общим настроением, характерным для городской прозы. Книга включает 4 произведения автора на азербайджанском языке. Это «За все хорошая смерть», «Прилетала сова», «История с благополучным концом» и «Не было лучше брата». Эти повести пронизаны глубокими человеческими переживаниями, раскрывают судьбы простых людей, их внутренние конфликты и поиски справедливости. Особенность данного издания – использование азербайджанского языка, записанного кириллической графикой, что отражает языковую ситуацию Азербайджана советского периода. Maqsud İbrahimbəyov Bütün yaxşılıqlara ölüm. Maqsud İbrahimbəyovun bu povesti bir qrup yeniyetmənin başına gələn həyəcanlı və təhlükəli macəradan bəhs edir. Dağlarda yürüyüşə çıxan uşaqlar təsadüfən köhnə faşist bunkeri tapırlar. Qəfil baş verən zəlzələ onları geri qayıtmaq imkanından məhrum edir. Və bu çətin şəraitdə onlar cəsarət, zəka və birlik nümayiş etdirməli olurlar. Əsərdə yaddaş, nəsillər arası bağlar və şəxsi məsuliyyət kimi mühüm mövzulara toxunulur. Bu təkcə macəra deyil, həm də keçmişlə üzləşmək və insanın daxilindəki gücü kəşf etməsi haqqındadır. Kitaba bu povestlə yanaşı müəllifin Azərbaycan dilində daha 4 povesti də daxil edilib. Bütün mətnlər Sovet dövrünün dil qaydalarına uyğun olaraq Kiril qrafikası ilə çap olunub. Повесть Максуда Ибрагимбекова «За все хорошая смерть» рассказывает о группе подростков, которые, отправившись в поход, случайно обнаруживают в горах старый фашистский бункер. Неожиданное землетрясение отрезает им путь назад, и ребятам предстоит проявить мужество, смекалку и сплоченность, сталкиваясь не только с природной стихией, но и с живыми следами прошлого. Произведение затрагивает важные темы памяти, преемственности поколений и личной ответственности. В сборник, помимо этой повести, вошли еще 4 произведения автора на азербайджанском языке. Все тексты напечатаны кириллической графикой в соответствии с языковой нормой советского периода. Maqsud İbrahimbəyov Final restoranı. İbrahimbəyovun Final restoranı adlı piyesi Sovet dövründə formalaşmış və post-sovet dəyişiklikləri ilə üzləşmiş Bakı nəslinin taleyi haqqında dərin düşüncələrə söykənir. Əsərin əsas mövzusu 2 fərqli insanın, ziyalı və prinsipial Dəmirbəyin və yalnız pula çalışan Alxazın qarşıdurmasıdır. Bu qarşıdurma vasitəsilə pyesdə insanın mənəviyyatı ilə pul hərisliyi, şərəf ilə qazanc arasında gedən mübarizə göstərilir. Əsərin qəhrəmanının şəxsi dramı vasitəsilə daxili böhran, cəmiyyətdəki mövqeyin itirilməsi, dəyişikliklərə qarşı məyusluq və mənəvi çöküş şəraitində insan şərəf və ləyaqətinin qorunması kimi mövzulara toxunulur. Hadisələrin kədərli sonluğuna baxmayaraq, pyes nikbin ruhla tamamlanır. İnsan ləyaqətinin və ağlının gücünə olan inam qorunur. Pyes bu kitabda 3 dildə, Azərbaycanca, Rusca və İngiliscə təqdim olunur. Пьеса Максуда Ибрагимбекова «Ресторан Финал» – это глубокое размышление о судьбе поколения бакинцев,
выросших в советское время и столкнувшихся со стремительными переменами постсоветской эпохи. В центре истории противостояние двух миров – интеллигентного, принципиального Дамирбека и циничного дельца Алхаза, символизирующих нравственный конфликт между духовными ценностями и культом наживы. Через личную драму героя раскрываются темы внутреннего кризиса, утраты общественной позиции, разочарования в переменах и попытки сохранить человеческое достоинство в условиях морального упадка. Несмотря на трагическую развязку, финал пьесы несет оптимистичную ноту, веру в торжество разума и чести над грубой силой и алчностью. В книге пьеса представлена на 3 языках – азербайджанском, русском и английском. Maksud İbrahimbəyev seçilmiş nəsr əsərləri. Bu topluda yazıcının 3 povesti yer alır. Onun əsərləri geniş oxucu kütləsi tərəfindən həmişə böyük sevgi ilə qarşılanıb. Hər bir əsər incə yumor, dərin insan duyğuları və həyatın gerçəkliklərini özündə cəmləşdirir. Kitaba Truskavetsi kim gedəcək? Ondan yaxşı qardaş yox idi və axırı yaxşı qurtaran hadisə povestləri daxildir. Bu əsərlər artıq klassikaya çevrilib, lakin illərdir təkrar nəşr olunmayıb. Sadə insanların həyatı, onların ümidləri, əyləncəli və qəlbə toxunan macəraları haqqında olan hekayələr səmimi bir şəkildə və yüksək ədəbi ustalıqla qələmə alınmışdır. В сборник «Избранная проза» вошли 3 повести писателя, проза которого обрела всенародную любовь. Эти произведения наполнены тонким юмором, глубокими человеческими чувствами и удивительной жизненной достоверностью. В книгу включены повести «Кто поедет в Трусковец» и «Не было лучше брата», «История с благополучным концом», тексты, которые давно стали классикой, но не переиздавались на протяжении многих лет. Это история о простых людях, их надеждах, забавных и трогательных приключениях, написанные с теплом, мудростью и блестящим литературным мастерством. Maksud İbrahimbəyev Qara paltarlı qadın. Maksud İbrahimбəyevin bu romanı balıqçı Cavanşirin taleyindən bəhs edən təsirli bir hekayədir. O dəniz kənarı uydurma Buqurt qəsəbəsinin sədri seçildikdən sonra bütün səyləri qəsəbənin rifahı naminə sərf edir. Lakin təsadüfi bir faciə, həkimin qətli onun həyatını alt-üst edir. Keçmişin qorxulu sirləri üzə çıxır. Cavanşir isə vicdan əzabına tab gətirmir. Daxili izdirablarla mübarizə aparan qəhrəman dənizə üst tutur və bir daha geri qayıtmır. Bu roman insan vicdanı, itkilər və yaxşılığın heç də həmişə zəfər çalmadığı bir dünyada dürüstlüyün dəyəri haqqında bir əsərdir. Роман «Приходила женщина в черном» Максуда Ибрагимбекова – это проникновенная история о судьбе рыбака Джаваншира, который, став главой вымышленного приморского поселка Бугурда, с искренней преданностью борется за благополучие своих земляков. Он честен и благороден, но трагическое событие, случайное убийство врача, рушит все, что он создавал на протяжении многих лет. На поверхность всплывают страшные тайны прошлого. Не справившись с гнетущим чувством вины, Джаваншир уходит в море и погибает. Это повесть о человеческой совести, потере и цене честности в мире, где добро не всегда побеждает. Maksud İbrahimbəyev seçilmiş əsərlər. Maksud İbrahimбəyevin 3 cildlik bu nəşrinə müxtəlif illərdə tanınmış ədəbi jurnallarda dərc olunmuş ən yaxşı əsərləri daxil edilib. Bu əsərlər insanın təbiətinin dərin anlayışı, incə ironiya və şərqə məxsus təsvir zənginliyi ilə seçilir. Onun nəsrinin mərkəzində insan, onun daxili aləmi, seçimləri və taleyi dayanır. Yazıcının hekayə və povestləri dünyanın bir çox dillərinə tərcümə olunub və onların ümumbəşəri dəyərini və güclü emosional təsirini göstərən ekran əsərləri ərsəyə gəlib. Bu, zamanın sınağından çıxmış bir klassikadır. Bu gün də aktual olan və canlı səslənən nəsr örnəyidir. В
трехтомное издание вошли лучшие произведения Максуда Ибрагимбекова, публиковавшиеся в ведущих литературных журналах. Это проза, наполненная глубоким пониманием человеческой природы, тонкой иронией и восточной образностью. В центре прозы – человек, его внутренний мир, выбор и судьба. Рассказы и повести автора переведены на множество языков мира и экранизированы, что свидетельствует об их универсальности и эмоциональной силе. Это классика, проверенная временем, и проза, которая по-прежнему звучит живо и современно. Maksud və Rüstəm İbrahimbəyovlar 1001 gecə baleti, libretto müəllifləri. Prezident Kitabxanasının İncəsənət Ədəbiyyatı fondunda görkəmli bəstəkar Fikrət Əmirovun 2 pərdəli 1001 gecə baletinin partiturası saxlanılır. Bu baletin librettosu Maksud və Rüstəm İbrahimbəyov qardaşları tərəfindən şərq nağıllarının zəngin motivləri əsasında yazılmışdır. Tamaşanın əsas mövzusu xeyirlə şərin mübarizəsi və mərhəmətin təntənəsidir. Şah Şəhriyar öz sarayında sevimli arvadının xəyanətinə şahid olur və onu öldürərək bütün gənc qadınları edam etmə qərarı verir. Şəhrizad şahın qərarına qarşı çıxaraq nağıllarla onun qəlbini qazanmağa başlayır. Nağıllar vasitəsilə o Şəhriyarı xeyirxahlığa və ədalətə inandırır. Nəticədə Şah Şəhriyar uzun illər boyu Şəhrizadla xoşbəxt həyat sürür. Balet dövrün ən əhəmiyyətli bədii əsərlərindən biri kimi Azərbaycanın mədəni irsində xüsusi yer tutur. В Фонде литературы по искусству президентской библиотеки хранится партитура балета «Тысяча и одна ночь», созданного выдающимся композитором Фикретом Амировым. Либретто к балету написано братьями Максудом и Рустамом Ибрагимбековыми на основе мотивов восточных сказок. Главная тема балета – борьба добра со злом и торжество милосердия. Сюжет повествует о шахе Шахрияре, который, пережив измену жены, решает казнить всех молодых женщин. Однако мудрая Шахризада, рассказывая ему сказки, пробуждает в нем веру в доброту и справедливость. В результате шах дарует ей жизнь, и они проводят долгие счастливые годы вместе. Балет занимает особое место в культурном наследии Азербайджана и считается одним из ярких произведений своего времени. Maksud İbrahimbəyovun Ondan yaxşı qardaş yox idi povesti əsasında eyni adlı kinofilmdən kadrlar. Телеграмма от письма отличается как самолет от поезда. Один брат работал почтальоном и был примерным семьянином. Ты вот на меня посмотри. Я, например, в этой жизни всем доволен. Поэтому и работаю хорошо. Второй брат любил рисковать. Заработать хочешь? Тимурка арестовали, он в отделении милиции. Легче надо жить, Джалил. И однажды братская любовь дала трещину. Она шла в гаснущем свете. Я же сказал, чтобы они здесь не появлялись. Пусть убираются немедленно. Брат, я женюсь на ней. Maksud İbrahimbəyovun Müharibənin 1001-ci gecəsi adlı povestinin əsasında çəkilmiş Bizim Cəbiş müəllim filmindən kadr. Sabun pişirmək üçün lazım olan şeylərdir. Tapmışam hamısı. Mən sabun pişirməyə fikrində deyiləm. Və sənin fikrindəsən sən? Onun fikrindəsən ki, gözün görə balaları acından öldürəsən? Qulaq as mənə, sən başa düşmürsən axı. Sən başa düşmürsən ki, bu saat bütün dünya aclıq keçirir. Azından yarım milyard uşaq acdır. Hamının vəziyyəti ağırdır. Axı niyə görə sənin uşaqların o birilərindən yaxşı yaşamalıdırlar, hə? Özü də cinayətlə qazanılmış pul hesabına. Yarım milyard olsun, nə bilim nə qədər. Mənim nə işim var? Mən istəyirəm ki, mənim balalarım sağ qalsın. Heç nə olmaz sənin balaları var.
Amma böyüyəndə bilsələr ki, onların atası fırıldaqçı olub, utandıqlarından yerə girəcəklər. Ama ben de görsem ki onlar da büyüyüp ataları kimi acılacak, onda da ben gireceğim yere. Uşağa çörek lazımdır, başa düşürsən? Mən müəllimlik eləyirəm. Səngər qazıram. Gecələr yatmıram. Hamısını da ona görə eləyirəm ki, məni cəbhəyə aparmasalar da, xalqa, dövlətə bir xeyrim dəysin. Yatanda da bunu düşünürəm. Maksud İbrahimbəyovun Uşaqlığın Son Gecəsi povesti əsasında eyni adlı kinofilmdən kadrlar. Sabahın xeyir Davud. Sabahın xeyir Murad. Xeyr ola, ne tezden durmuşsan? Bir işmiş olmayıb ki. Yox əşi, işe gedirəm. Bəs oxumurdun? Məktəbi qurtardım da, indi də işləyirəm. Harda? Tikintidə fəalə. Nə? Fəhlə? Və necə yəni fəhlə? Sənin canı bacan. Məktəbi qurtardın ki, ha, fəhlə işləyəsən. Sən öləsən. Ağabala canı, üst sinif qurtarmışam. Aday, bu şofer işləyirəm. Belədir də. Bəs instituta girmədin? Girə bilmədim. Gözler kimi her taraf kara, bu yollar seni aparır para. Nur yere bilen bir tezen akıl başlar dünya oya ne güneş oya dağlar var boya yoksa bu Virtual kitab sərgisinin hazırlanmasında dəyərli ideyasına görə Prezident Kitabxanasının direktoru Professor Afət xanım Abbasovaya, kitabxanamızın əməyi keçən bütün əməkdaşlarına, həmçinin göstərdikləri dəstəyə görə Maksud İbrahimbəyov Yaradıcılıq Mərkəzinə Kitabxana Fondu bölməsi adından dərin təşəkkürümüzü bildiririk. Diqqətinizə görə minnətdarıq.